Sabirabad rayonundan. Sabirabadın Kürkənd adlı bir kəndi var. Bu kənddən bir neçə qadın yığışıb gediblər kəndin ətrafındakı böyürtkən kolluqlarından böyürtkən yığmağa. Yəqin Azərbaycanın kənd rayonlarında yaşayanların əksəriyyəti bu işlə ya müntəzəm olaraq ya da hansısa epizodlarla məşğul olub. Xatırladım ki, mən də məsələn yadıma gəlir, lap uşaq vaxtlarında kənddə yaşayanda yığışıb gedərdik, böyürtkən yığardıq və yaxud meşədən zoğal, əzgil, bu cür meyvələri yığardıq. Böyürtkən adətən yığılır mürəbbə bişirmək üçün və yaxud zoğal da mürəbbə bişirmək üçün. Yəni belə bir vərdiş bütün kənd yerlərində var. O kəndlərin ki, ətrafında uyğun bitkilər var. Ya böyürtkən, ya meşəliklərdə müxtəlif cür meyvələr, meşə meyvələri. Sabirabadın Kür kəndindən də bir neçə qadın böyürtkən yığmağa gediblər. Oradan keçən bir polis maşını təsadüfən bunları görüb, saxlayıb və qadınları götürüb aparıblar polis idarəsinə. Hansı argumentlə? O argumentlə ki, siz ekoloji tarazlığı pozursuz, təbiətə zərər vurursunuz. Bu yabanı bitkilər, yabanı meyvələr, yəni cır meyvələr ki, böyürtkəni də ora daxil ediblər. Hərçənd mən bilmirəm böyürtkənin peyvəndi necə olur. Bu yaşa qədər gəlmişəm, mən bilirəm ki, böyürtkən kolluqlarda olur. Yəni həyətdə kimsə və ya postanda hansısa bir xüsusi plantasiya yaradıb, orada böyürtkən əkdiyinin bu zamana qədər şahidi olmamışam. Heç burada da, yəni indi yaşadığım Fransada da elə bir kültürün olduğu barədə məndə heç bir məlumat yoxdur. Güya bu meyvələri təbiət yetişdirir quşlar üçün və insanlar onu yığa bilməz. İnsanlar yığırsa, deməli, ekoloji fəlakət yaradırlar, ekoloji tarazlığı pozurlar və bu qadınların 500 manat cərimə eləyəndən sonra polis idarəsindən buraxıblar. Siz iğrəncliyin miqyasını təsəvvür edə bilirsinizmi?